42 restoranda qanunsuzluq, araşdırma başladıldı. Adiya İctimai Birliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ölkə ərazisində fəaliyyət göstərən ümumilikdə 581 qida obyektində monitorinqlər keçirib. Report xəbər verir ki, monitorinqlər zamanı 42 obyektdə qanunsuz ov əti məhsullarından istifadə edilməsi halları müşahidə edilib. Bakı şəhərində 10 və regionlarda yerləşən 32 müəssisədə ov məhsullarının istehlaka verilməsi faktı müəyyən edilib. Ümumilikdə monitorinqlər zamanı sözü gedən müəssisələrdə qanunsuz ovlanmış vəhşi heyvanların ətləri, habelə qırmızı kitaba daxil edilmiş turac və tirəndaz, oxlu kirpi ətləri aşkarlanıb. Pozuntularla əlaqədar həmin müəssisələrdə qanunvericiliyə uyğun aparılmış nəzarət tədbirləri nəticəsində məhsullar möhürlənərək dərhal satışdan kənarlaşdırılıb. Həmçinin sanitar pozuntularla bağlı sahibkarlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq inzibati tədbir görülüb. Adiya İctimai Birliyi vətəndaşları sözü gedən qanunsuz əməllərlə rastlaşdıqda sosial şəbəkə hesabları və qaynar xətt vasitəsilə məlumat verməyə çağırır.